Bildiyiniz kimi qarşıdan birliyin və mərhəmətin təcəssümü olan Qurban Bayramı gəlir. Hər il olduğu kimi bu ildə Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək. Heyvanların kütləvi daşınması, kəsimi və satışının baytalıq sanitariya gigiyena, həmçinin normativ texniki sənədlərin tələblərinə uyğun səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə Agentlik bu bayram günlərində müvafiq qurumlarla birlikdə gücləndirilmiş iş rejimində öz fəaliyyətini davam etdirəcəkdir. Qurbanlıq üçün sağlam heyvanların seçilməsi, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ilk addımlardan biridir. Belə ki, seçilən heyvanlar sağlam və nöqsansız olmalı, onlar kəsimə 6 saat qalmış, onların yemləndirilməsi dayandırılmalı və kəsimə qədər onların suya olan tələbatı ödənilməlidir. Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun həyata keçirilməsi məqsədi ilə Muxtar Respublika üzrə 8 ünvanda Naxçıvan şəhəri Çənlibel məhəlləsi, Şərur şəhəri Sabir küçəsi, Şərur rayonu Yuxarı Daşaq kəndi, Babək rayonu Nehrəm qəsəbəsi, Babək rayonu Cəhri qəsəbəsi, Ordubad rayonu Dəstək kəndi, Culfa rayonu Bənəniyar kəndi, Əsabkəf ziyarətgahı dini mədəni abidə kompleksində qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Muxtar Respublika ərazisində heyvanların kəsimi üçün təşkil olunan 8 ünvanlardan birindəyik. Olduğumuz ərazi Naxçıvan şəhərinin Çənlibel məhəlləsidir. Burada da göründüyü kimi heyvanların kəsim məntəqəsi yaradılmışdır və məntəqənin içərisində hər cür avadanlıqlarla məntəqə təchiz olunmuşdur. Vətəndaşlar bayram günlərində saat 8-dən 20-yədək qurbanlıq heyvanlara satmaq, almaq və ya kəstirmək üçün qeyd edilən məntəqələrə müraciət edə bilərlər. Oruc Mirzəyev, Tərlan İbrahimov, Cəmil Məhərrəmov, NTV Xəbər.